Salam əziz dostlar, növbəti videoda xoş gördük sizə. Ailə münasibətlərində maliyyə idarə etməsi barəsində danışmaq istəyirəm bu səfər sizə ki, bir çox ailələrin əslində problemlərinin kökündə duran bir məsələdir. Ailə büdcəsinin kim idarə eləməlidir? Ailə büdcəsində kim kontrol eləməlidir sualı hər zaman müzakirə sualı olmuşdur. Adətən qəbul edilir ki, ailə büdcəsini qadınlar idarə eləməlidir. Qadınlar evə gələn pulun bölünməsində, idarə olunmasında, evin xərclərinin qarşılanmasında çox ciddi bir şəkildə daha çox düşünürlər və daha çox planlı olurlar. Amma o hər zaman belə olmur. Bir çox hallarda bəzi qadınlar ki, bu qadından hardasa yarısına qədərini, hardasa %40'ını ehtiva edir. Bu qadınlar pulu, maliyyəni idarə etməsini bilmirlər və evə gələn pulu sözün əsl mənasında dağıdaraq daim ailəni maddi sıxıntılar içərisində qalmasına səbəb olurlar. Amma sual versəniz, onların o pulu dağıtmalarının o qədər haqlı, özlərinə görə haqlı səbəbləri, ehtiyacları var ki, və o şəkildə onlara heç bir şəkildə də izah edə bilməzsiniz. Buna görə də ailənin büdcəsini, ailə maliyyə idarə etməsini öncə bir yoxlamaq lazımdır. Əgər qadın idarə etmə qabiliyyətinə sahibdirsə, orada qadın idarə edə bilməlidir. Yox, ailə büdcəsini qadın idarə eləməsi ciddi bir şəkildə başarısız olursa ilk başlarda, onda kişilər ailə büdcəsini idarə edilməsi, ailə büdcəsinin nəzarətini, öz məsuliyyətini özlərinə götürməlidirlər və qadını bunu ətraflı şəkildə izah edib və qəbul etdirməlidirlər. Əgər bu olmadığı təqdirdə, o zaman ailə büdcəsi hər zaman açıq olacaq, evə nə qədər pul gəlməsinin heç bir önəmi yoxdur. Bu 500 manat da ola bilər, 5000 manat da ola bilər, 50.000 manat da ola bilər, fərq eləmir. Yenə də ailədə ciddi bir açıq, bir borc açığı olacaqdır. Bunun həlli üçün mütləq şəkildə bu seçimi düzgün eləmək lazımdır. Bu hardan gəlir? Bəzi qadınların harada %40'ının ailə büdcəsini, yəni maliyyə idarə etməsi məlumatsız olması, adətən o qızlar uşaqlığından etibarən ailə tərəfindən bir növ maliyyə idarə etməsinə, maliyyə idarə etməsinin məsuliyyətini heç vaxt tabi tutulmayıblar. Onlara verilən pulların heç bir şəkildə sorğulanmayıb, onlar istədiyi şəkildə dağıda biliblər və buna şuur altında bu şəkildə qalıb ki, ona gələn pul dağılmalıdır. O gələn pulu xərcləyəcək, çünki yenidən ailə ona o pulun geri qalanını yerinə qoyacaq. Buna görə də bu tip problemlər bir çox ailələrin ən ciddi bir şəkildə ailə münaqişələrinin səbəbi ola bilir. Buna görə də əziz valideynlər, gələcək qızlarınızın gələcək həyatında bu problemlərin yaşanmaması üçün mütləq şəkildə qızlarınıza maliyyə idarə etməsini öyrədin. Çünki ailənin normalda maliyyə idarə etməsi ən ideal variantı qadın idarə edilməsi və sizin övladınızın, qız övladınızın maliyyə idarə etməsini öyrənməsi onun gələcək ailəsi üçün sağlamlığı və sağlam təməl üzərində qurulması üçün də çox önəmlidir. Buna görə də lap uşaq yaşlarından oğlandan daha çox qızınızla maliyyə məsələlərini müzakirə edə bilin. Xərclədiyi hər manatın hara getdiyi ilə bağlı ümumi olaraq bir fikir səbəbi olsun, bir fikir sahibi olsun ki, yavaş-yavaş böyüdükcə əlində olan maliyyəni maksimum necə səmərəli idarə edə biləcəyini öyrənməyə başlasın. Çünki dediyim kimi, bu sadəcə onun özü deyil, gələcəkdəki qurduğu ailənin də sağlam təməllər üzərində qurulması üçün çox önəmli bir faktordur. Daha bir videonun sonuna gəldik dostlar. Gələn videoda görüşənə qədər sağlıqlı qalın.